Salam, gəlin buraxılışa düşmüş belə bir sualın izahına baxaq. Demək bizə verir ki, oturacağı romb olan düz paralelipedin oturacağının diaqonalları 16 sm və 12 sm-dir. Paralelipedin hündürlüyü 8 sm olarsa, yan səthinin sahəsini tapın. Mən şəkli burada çəkmişəm. İndi gəlin həllinə baxaq. Demək oturacağı rombdursa, rombun tərəfləri bərabər olduğuna görə oturacağına da A yazıram. Gəlin diaqonallarını çəkək. Böyük diaqonal 16, kiçik diaqonal isə 12 verib. Yazaq 16 və 12. İndi gəlin rombun diaqonalları və tərəfi arasındakı asılıq düsturunu yazaq. Yəni düstur belə idi. D1-in kvadratı üstə gəlsin D2-nin kvadratı bərabərdir 4A kvadratına. Düsturu yadınızda saxlayın. Düsturumuz belədir. İndi gəlin yerinə qoyub yazaq. D1-in kvadratı, yəni 16-nın kvadratı üstə gəlsin 12-nin kvadratı bərabərdir 4A kvadratına. Onda 4A kvadratı bərabərdir 256 üstə gəlsin 144-ə. Bu deyir 400. 4A kvadrat bərabərdir 400. Buradan A kvadratını tapsaq, A kvadrat bərabər olar 100-ə. Buradan da A bərabər olar 10-a. Demək biz tərəfini 10 tapdıq. İndi bizə hündürlüyünü 8 verib. Hündürlük hansıdır? Gəlin qeyd edək. Bu hündürlüyüdür. Yəni bunu bizə verib 8. İndi gəlin yan səthinin sahəsini düsturunu yazaq. İsyan bərabərdir P oturacaq vurulsun H. P oturacağımızın indi oturacağın perimetrini tapaq. P oturacaq bərabərdir 4 vurulsun 10. Yəni 40. Oturacağın perimetrini tapdıq 40. 40 vurulsun. Hündürlüyünü də bizə 8 vermişdi. 40-a da 8-ə vuranda 320 edir. Yəni cavabımız oldu 320 C variantı.